Rəqsanədən xəbər var. Rəqsanə İsmailova. Müğənni Rəqsanə İsmailovanın barəsində olan ev dustaqlığı qəti imkan tədbiri 3 aya qədər uzadılıb. Azxəbər.com teleqrafa istinad edib, Sabunçu rayon məhkəməsi istintaq orqanının təqdimatı əsasında qərar qəbul edib. Məlumata görə onun barəsində olan ev dustaqlığı qəti imkan tədbiri mart ayına qədər artırılıb artıq. Bilirik ki, biz Rəqsanə İsmailova ötən il avqust ayında həbs edilib və avqustun 16-sında barəsində həbs qəti imkan tədbiri seçilib. Həmin ilin noyabrın 19-da vəkilin vəsatəti əsasında onun barəsində olan həbs qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Bəli, Rəqsanə İsmailova ev dustaqlığı qəti imkan tədbiri 3 aya qədər uzadılıb, yəni mart ayına qədər uzadılıb. Bu qədər. Yenə də deyirəm, problemlərdən uzaq olasınız Rəqsanə xanım.